Xoş gördük sizləri. Bugün izləyicilərimizi maraqlandıran suala cavab vermək istəyərdim. Bir dəfə qəbz olandan sonra düz bağırsağın çatı əmələ gələ bilərmi? Cavabımız bəli, əmələ gələ bilər. Yalnız bu çat kəskin çat olacaq. Əsas da şikayətləri şiddətli göynəmə, ağrı və spazmdır və bu mərhələdə proktoloqa müraciət olunsa, yerli müalicə ilə, yəni məlhəmlərlə, şamlarla və eyni zamanda qəbzliyi aradan götürərək çat tamamilə sağala bilər. Zamanında proktoloqa müraciət olunmasa, çat zaman keçdikcə və yanaşı olaraq da qəbzlik problemi varsa pasiyentin, çat artıq xroniki formaya keçir, dərinləşir və bunun da müalicəsi yalnız cərrahi yoldur. Buna görə də özünüzdə çat əlamətləri qeyd edirsinizsə, mütləq bir proktoloq mütəxəssisə müraciət etməyi məsləhət görürəm. Hər zaman özünüzə və öz yaxınlarınıza qarşı diqqətli olun.